antisantar bu vəziyyətdədir. Bax, qıçası qırıq-qırıq. Heç bir şey işləmir. Tullük var hər şey. Pol da belə deşik-deşikdir. Sıçan yuvasına oxşuyur. Bu da xəstənin kaleskası, qırıq-qırıq. Matraslara baxın, kirli, pis vəziyyətdə. Yəni antisantar bir vəziyyətdir. Bura Abbas Səhət Balinsəsidir. Və baxın. Bu da zivil korobkalar, tullüklər bura ortalığa. İndi buna nə ad vermək olar? Və baxın. Aynə qırıq, xəstənin ürəyi sıxılsa aynən açılmaz. Siqaret buçoqları. Antisantar bir vəziyyətdir də. Deyir bizdə dərman yoxdur, hökumət Səhiyyə Nazirliyi dərmanı ayırır, vermir. Ona görə də başınızın çarəsinə baxın. Bunu Rövşən həkim deyir.